Hal-hazırda deniz balıq yağı haqqında oxuyuram. Baxıram ki, doğrudan bu adi omegadan qat-qat fərqlənir, omega 3-dən qat-qat fərqlənir. Sardina balıq yağının başqa balıq yağlarından, başqa omegalardan çox fərqli xüsusiyyətləri var. Tərkibində həm doymamış yağ turşularını, eyni zamanda tərkibində orqanizmdə olan triqlislər təmizləmək üçün, pis xolesterin təmizləmək üçün, həm görmə funksiyasını yaxşılaşdırmaq üçün, beyin aterosklerozuna kömək etmək üçün, sonra ürək qan dövranına, ürək damarlarının birləşməsinə, cinsi orqanlara, da dəriyə və saça kömək edəcək yüzləri. Sinir sistemini o qədər zənginləşdirir ki, o qədər orqan toksinlər çıxara bilir ki, antioksidan xüsusiyyəti var. Oksidləşməni aradan qaldırır. Tərkibində olan vitamin Y hesabına çox böyük nəticələr verir. Və bu balıq yağını bütün yaşlar üçün nəzərdə tutulub və sağlamlığın qorunması üçündür. Mən düşünürəm ki, hər kəsin evində, övladının, ailəsinin və yaşlı insanlara lazım olan ən vacib və bugünün tələbinə uyğun olan bioloji artıq qida əlaqəsidir. Deniz balıq yağını istifadə edin əziz dostlar və bizə də təşəkkür edəcəyiz.